Power Query-də format bölməsi əsasən tekst sütunlarını təmizləmək və dəyişdirmək üçün istifadə olunur. Yəni məqsəd odur ki, boşluqları silə bilərik, böyük, kiçik hərfləri dəyişdirə bilərik. Yəni ümumiyyətlə mətnin formasını düzəldə bilərik. Format əmrləri Power Query-də həm transform tabında yerləşir, text column bölməsində görə bilərik. Həm də add column tabında e, from text bölməsinə görə bilərik. Bundan əlavə bu hissədə bu bölmənin number column bölməsinin və date time column bölməsinin əmrləri həm transform tabında yerləşir, həm də add column tabında yerləşir. Bu hissədə gördüyünüz əmrlər eynidir. Lakin bunların fərqləri ondan ibarətdir ki, bu iki tabın fərqi. Transform tabında etdiyimiz dəyişiklik sütunun üzərində edilir. Add column tabında etdiyimiz dəyişiklik isə adından da göründüyü kimi əlavə sütunun üzərində edilir. Məsələn, ilkin bir nümunə göstərim. Məhsul sütununu seçirəm. Məsələn, len edirəm, yəni uzunluğunu tapmaq istəyirəm, simvol sayını. Gördüyünüz kimi sütunun üzərində etdi dəyişikliyi və biz buradakı sözləri artıq görə bilmirik. Amma add column tabından etsəydik, gördüyünüz kimi əlavə bir sütun yarandı və ilkin sütun olduğu kimi qaldı. Yəni biz buradan baxıb rahatlıqla müqayisə edə bilərik. Sadəcə eyni əmrlərdir. Add column-dan etsək yeni sütunda olur, transformda etsək isə həmin sütunda dəyişiklik edilmiş olur. İndi isə biz add column-dan edək format tabının əmrlərini ki, rahatlıqla müqayisə edə bilək. Məhsul sütununu seçirəm və lowercase birinci əmrimiz. Bu nədir? Bütün hərfləri kiçiklə yazır. Məsələn, burada böyüklə, kiçiklə yazılanlar var. Lowercase etsək, görəcəksiniz ki, hamısı kiçiklə yazıldı. Telefonda, klaviaturada. Uppercase isə bunun əksidir. Bütün hərfləri böyüklə yazır, gördüyünüz kimi. Daha sonra capitalize its word. Bu nədir? Hər sözün ilk hərfini böyüklə yazır. Məsələn, kateqoriya sütununu seçib həmin əmri icra etsək, hər sözün ilk hərfini böyük hərflə yazır. Daha sonra trim. Trim nədir? Mətnin əvvəlində və sonunda olan boşluqları silir. Çox vaxt bunu belə vizual olaraq görmək olmur, boşluqların olub-olmadığını. Ona görə də nə edirik? Məsələn, burada indi trim funksiyasını icra etsək, sütun adda əlavə addım hissəsinə də görünür ki, bu funksiya icra olundu. Lakin biz görə bilmirik, burada boşluq var, məsələn, yoxdur. Bunu necə edə bilərik? Excel-ə daxil oluruq. Məsələn, burada Bakı sözünü seçirəm. Əvvəlinə 6 dənə boşluq simvolu əlavə elədim və save edirəm. Daha sonra keçid edirəm Power Query-yə və refresh edirəm. Və dəyişiklik burada görünmür. Yəni əvvəlinə 6 dənə boşluq əlavə etdim, bu hissədə isə görünmür. İndi biz burada boşluğun olub-olmadığını isə yenidən add column-a daxil olub uzunluğunu ölçsək, o sütunu seçməmişəm. Şəhər sütununu seçib uzunluğunu ölçsəm, görəcəyik ki, 10 oldu. Bakıda 4 simvol var, 6 dənə də boşluq simvolu əlavə eləmişdim. Yəni indi bunu seçib trim etsək, yenə icra olunacaq, lakin görünməyəcək. Yəni qısaca biz burada boşluq əlavə eləsək, Excel-də görünür Bakının əvvəlindəki boşluqlar. Sadəcə Power Query-də görünmür. Sadəcə biz boşluğun burada olub-olmadığını görmək istəsək, len funksiyasını istifadə edə bilərik və məsələn Sumqayıtda 8 simvol var, Bakıda isə 4 simvol var. Lakin 6 dənə də boşluq simvolu əlavə etmişdik deyə 10 oldu. Görə bilərik ki, həmin boşluqlar burada var əslində. Sadəcə görə bilmirik. İndi isə növbəti əmrimiz
clean əmri. Clean isə mətndə görünməyən və lazımsız simvolları silir. Sadəcə bunlar da görünmür. Məsələn, Excel-dən ola bilər ki, kopyalanan gizli sətr simvolları ola bilər, çap olunmayan simvollar ola bilər və sair. Sadəcə bu icra etsək, görəcəyik ki, eyni şeylər düşdü bura və addım da bu hissədə görünür. Daha sonra add prefix nədir? Məsələn, seçdiyimiz sütundakı hər bir dəyəri, məsələn, məhsul sütununu seçirəm və add prefix edirəm. Bu hissədə mətnin əvvəlinə istədiyimiz mətn və simvolu əlavə edə bilərik. Məsələn, bu hissəyə belə bir şey yazaq və gördüyünüz kimi məhsul sütununda hər bir dəyərin əvvəlinə daxil elədiyimiz prefiksi əlavə etdi. Sufiks isə əksidir, yəni mətnin sonuna. Bu hissədə yenidən eyni şeyi yazaq. Məsələn, belə bu şəkildə. Gördüyümüz kimi məhsul sütununda hər bir dəyərin sonuna əlavə etdiyimiz sufiksi əlavə edir və bu şəkildə görünüş olur.